Səhv üzvlərim, bugünkü bizim mövzumuz telefon nömrəsinə imtina ilə bağlıdır və bunu onlayn şəkildə necə etmək olar? MyGov saytına daxil olmaq lazımdır. Əgər qeydiyyatdan keçməmisinizsə, qeydiyyatdan keçirsiniz və şəxsin adına olan nömrə hansıdır? Biz onu buradan imtina edəcəyik. Mütləq şəkildə nömrə kimin adınadır, o qeydiyyatdan keçməlidir. Çünki müraciət onun tərəfindən edilir və burada gördüyünüz kimi telefonun təhvil verilməsi hissəsi var və bu Rabitə İnformasiya Nazirliyinin xidmətlər bölümündədir. Yəni MyGov-dan ora daxil olursunuz və keçid etdikdən sonra telefonun təhvil verilməsi hissəsinə daxil olursunuz. Gördüyünüz kimi burada yazılıb ki, artıq mən müraciət etmişəm və sifarişin nömrəsi də qeyd olunub. Hansı burada mərhələlər mövcuddur? Birinci növbədə telefonun əgər borcu varsa həmən şəxsin, bu borcu ödəməlidir. Onlayn vasitəsilə ödədikdən sonra digər hissələrə keçid almaq olur. Ödədikdən sonra aşağı hissədə yəni əlaqə telefonu qeyd edir və davam et düyməsini sıxdıqdan sonra açılan yuxarı pəncərədə, yəni belə bir pəncərə açılır yuxarıda. Bir hissəsindən imtinadır, bir hissəsindən də təsdiq et. İmtina yəni ki, mən müraciəti etmirəm, o deməkdir. Təsdiq et hissəsini vurur və təsdiq et hissəsindən vurduqdan sonra artıq əgər orada qeyd olunursa ki, sizin müraciətiniz hər hansı bir texniki səbəbdən qeyd olunmadı, o halda yenidən cəhd eləmək lazımdır və cəhd etdikdən sonra gördüyünüz kimi məndə də elə bir hal baş vermişdi və məcbur oldum ikinci dəfə daxil olum. Daxil olduqdan sonra gördüyünüz kimi burada yazılıb ki, sizin sifarişiniz artıq mövcuddur. Yəni artıq eyni əməliyyatı etməyə lüzum qalmır və bu halda artıq siz müraciət etmiş olursunuz, sizinlə əlaqə saxlanılacaq və sizin xidmət sizin üçün həmən nömrə üzrə dayandırılacaq və sizin nömrəniz satışa çıxarılacaq. Artıq siz həmən nömrənin sahibi olmayacaqsınız. Qeyd etdiyim kimi, mütləq şəkildə bu əməliyyatı keçməzdən əvvəl nə qədər borc varsa, telefon borcu hamısı ödənilməlidir. Ondan sonra digər hissələr aktiv olur. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.